Salam dəyərli izləyicilər. Baxın, bu divan kreslonu bir xanım müştəri verib hansısa bir ustaya ki, təmir eləsin. Bu da bunun təmir vəziyyəti. Güya təmir olunub. Köhnə öz parçasının üstündən adi bir dənə parçanı çəkib verib. İçindəki belə bir şeylər güya yığılıb. Köhnə masalkaları qoyub, öz parçası qalmaq şərti ilə başqa bir parçaya üzləyib, verib müştəriyə ki, güya təmir olunub. Belə təmir olunmur. Ucuz işin keyfiyyəti belə olunur. Baxın, görün. Divanın içi belə vəziyyətdədir. Belə olmalı deyil. Köhnə masalka ilə yığılıb, üzləni belə necə öz köhnəsi qalıbsa, parçanı çəkib veriblər. Ucuz iş, yəni demək istəyir ki, belə olur. Ucuz işə allanıb, iş gördürməyi dəyməz. Bunlar hamısı indi sökülüb təzədən yığılacaq. Bu onun müştərinin gətirdiyimiz evindən divanın vəziyyəti. Köhnə vəziyyəti, əvvəlki. İndi düzələndən sonra sizə təzə təmir olunan vəziyyətin göstərəcəyik, necə təmir olunub. Baxın, bu da sizin həmən o köhnə divanımız, qırmızı parça ilə düzələn divan. Parçası, masalkası dəyişildi. Yüksək keyfdə təmir olundu. Türkiyənin parçası ilə, masalkası ilə üzlənilib, yüksək keyfdə təmir olunub. Masalka qoyulur, parça qoyulur, üzlənilir. Buyurun, baxın. Yüksək keyfdə təmir olunur. Həmən o qırmızı parça ilə üzlənilən divanı idi, parçasız masalkası dəyişilib, yüksək keyfdə təmir olunub. Buyurun, baxın. Allah canı sağ eləsin. Elnur usta. Amin inşallah.